Çinin süni intellekt startapı Stefan tərəfindən keçdiyimiz günlərdə təqdim olunan Step X Neo modeli dünyanın ilk süni intellekt agentli telefonu hesab olunur. Bu cihaz sadəcə Android üzərinə əlavə edilmiş süni intellekt tətbiqi deyil, birbaşa süni intellekt agentlərinin mərkəzdə olduğu yeni bir sistemlə işləyir. Gəlin indi bu telefonun əsas xüsusiyyətlərini birlikdə nəzər salaq. Telefon ənənəvi Android əvəzinə sıfırdan yığılmış Step AOS əməliyyat sistemi ilə çalışır. Sistemin tam mərkəzində isə AMO adlı süni intellekt agenti dayanır. Ənənəvi telefonlardan fərqli olaraq burada hər tətbiqi ayrıca açmağa ehtiyac qalmır. AMO agenti sizin yerinizə tətbiqləri idarə edir. Məsələn, səyahət planlaşdırmaq istədikdə agent özü uçuşları axtarır, otelləri müqayisə edir və sifarişləri həyata keçirərək bütün prosesi vahid əməliyyat kimi təqdim edir. Telefon Step Edge adlı daxili süni intellekt modeli ilə təchiz edilib. Çoxlu beyin sistemi sayəsində sadə tapşırıqlar internet olmadan birbaşa telefonun özündə, daha mürəkkəb tapşırıqlar isə bulut sistemi üzərindən həll edilir. Bu yanaşma həm cihazın sürətini artırır, həm də şəxsi məlumatların məxfiliyini qoruyur. Bu yeni telefonun ən diqqət çəkən özəlliklərindən biri də zənglər, mesajlaşma və kamera vasitəsilə 32 dildə və dialektdə, o cümlədən menyuların və ya lövhələrin canlı tərcüməsini dəstəkləyir. AMO agenti zamanla sizin seçimlərinizi, məsələn, hansı tip otellərdə qaldığınızı və ya nəqliyyat vərdişlərinizi yadda saxlayır və gələcək axtarışlarınızı avtomatik olaraq buna uyğun fərdiləşdirir. Hazırda Stefan şirkəti telefonun prosessor, RAM, kamera sistemi, batareya həcmi və rəsmi qiyməti barəsində heç bir məlumat paylaşmayıb. Lakin son ilk məlumatlara görə telefonun 6,60 düymlük AMOLED panelə, 7100 mAh-lik nəhəng batareyaya və arxa paneldə fərqli dot matrix ekrana sahib olacağı iddia edilir. Step X Neo modeli gələcəkdə smartfon istifadəçilərinin tətbiqlər arasında davamlı keçid etmək əvəzinə bütün gündəlik tapşırıqları birbaşa süni intellektə həvalə edəcəkləri yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Bəs sizlər bu yeni model haqqında nələr düşünürsünüz? Öz fikirlərinizi şərhlər bölməsindən paylaşa bilərsiniz. Sizcə bu model ənənəvi smartfon istifadəsini tamamilə dəyişəcəkmi? Çinin süni intellekt startapı Stefan tərəfindən keçdiyimiz günlərdə təqdim olunan Step X Neo modeli dünyanın ilk süni intellekt agentli telefonu hesab olunur. Bu cihaz sadəcə Android üzərinə əlavə edilmiş süni intellekt tətbiqi deyil, birbaşa süni intellekt agentlərinin mərkəzdə olduğu yeni bir sistemlə işləyir. Gəlin indi bu telefonun əsas xüsusiyyətlərini birlikdə nəzər salaq. Telefon ənənəvi Android əvəzinə sıfırdan yığılmış Step AOS əməliyyat sistemi ilə çalışır. Sistemin tam mərkəzində isə AMO adlı süni intellekt agenti dayanır. Ənənəvi telefonlardan fərqli olaraq burada hər tətbiqi ayrıca açmağa ehtiyac qalmır. AMO agenti sizin yerinizə tətbiqləri idarə edir. Məsələn, səyahət planlaşdırmaq istədikdə agent özü uçuşları axtarır, otelləri müqayisə edir və sifarişləri həyata keçirərək bütün prosesi vahid əməliyyat kimi təqdim edir. Telefon Step Edge adlı daxili süni intellekt modeli ilə təchiz edilib. Çoxlu beyin sistemi sayəsində sadə tapşırıqlar internet olmadan birbaşa telefonun özündə, daha mürəkkəb tapşırıqlar isə bulut sistemi üzərindən həll edilir. Bu yanaşma həm cihazın sürətini artırır, həm də